Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi rabbil alamin. Allah'ın salamı, rəhməti və bərəkəti olsun hər birinizin üzərinə. Allah Teala ibadət, itaət və dualarımızı ali dərəcədə qəbul eləsin inşallah. Allahın izni və lütfü ilə Şaban ayının son günləri yaşayırıq və amma biz inşallah Şaban ayı bitsə də, Ramazan ayı gəlsə də, Ramazan ayı bitsə də inşallah Şabaniyə münacatının şərhini inşallah davam etmək niyyətindəyik. Çünki biz əvvəlinci söhbətlərimizdə də qeyd eləmişdik ki, Şabaniyə münacatı elə dərin fikirlərə və dərin məzmuna malikdir ki, bunu hər vaxt oxusaq yenə də yeridir, yenə də qəlbimizə təsir eləyir. Biz əvvəlki söhbətlərimizdə, yəni 5-ci, bugün inşallah 6-cı hissəni oxumağa çalışacağıq. Əvvəlki bölümlərdə biz Allah Teala'ya xitabən müraciət eləyərək deyir ki, ilahi, sən məni bilirsən, sən mənim qəlbimdəkilərim bilirsən, məni tanıyırsan, mənim hacətlərimi bilirsən, mənim nəyə ehtiyacım olduğumu bilirsən, mənim nə istədiyimi bilirsən. Bu kimi hissələrindən danışmışdıq və bugünkü duanın mətnində isə biz buyurur ki, Həzrət Əli əleyhissalam وَقَدْ جَرَتْ مَقَادِرُكَ عَلَيَّ يَا سَيِّدِي فَبِمَا يَكُونُ مِنِّي إِلَى آخِرِ عُمْرِي min sərirəti və alaniyyəti. Buyurur ki, Həzrət Əli əleyhissalam Allaha münacat eləyərək buyurur ki, ey mənim sahibim, ey mənim ağam, seyyidim, ömrümün sonuna dək başıma gələcək gizli və aşkar hadisələrin hamısı sənin təqdirinə bağlıdır. Və biyədikə, la biyədi qeyrik. Ziyadeti ve naqsi ve nef'i ve darri. İlahi, qazanacağım da, itirəcəyim də, xeyrim də, ziyanım da sənin əlindədir, başqasının əlində deyildir. Aleykümselam. İnşallah bu bölümdə biz Allahın bizə olan təqdiri haqqında danışacağıq. Çünki nə deyir? Deyir ki, ilahi, nə var sənin təqdirindədir. Ömrünün sonundan axırına kimi hər şey sənin təqdirindən asılıdır. Xeyrim də, ziyanım da ilahi səndəndir. Burada bizə başa salır ki, dua ilə bildirir ki, yəni sən məndən və bütün aləmdən xəbərdarsan ilahi. Mənim də bütün aləmin işləri də sənin təqdirin əsasındadır. Təqdir nədir? Təqdir qəza-və qədərdir. Qəza-və qədərdir. Biraz qəza-və qədər mövzusu kəlam elmində müzakirə olunan mövzulardandır. Biraz çətin və bəzən də başa düşülməyən mövzudur. Və bəzən də Əhl-i Beyt imamları tərəfindən tövsiyə olunub ki, çox dərinə girməyin bu mövzuda. Çünki İnsanın bəzən zehninin yetişə bilməyəcəyi bir mövzudur. Bəziləri də bunu alın yazısı ilə əlaqələndirib, alın yazısı deyiblər. Amma bəziləri alın yazısı deyərkən bunun insanın bütün əməllərinə şamil ediblər. Bizim əməllərimiz başqa bir şeydir. Bizim başımıza gələn başqa bir şeydir. Bunlar fərqli şeylərdir. Allahın bizim barəmizdə bizim üçün bir təqdiri var. Bu təqdir dəyişə bilərmi? Bəli, bəzən bu təqdir dəyişə bilir. Təqdir dəyişə bilir. Allah Teala Quran-ı Kərimdə bu barədə buyurur ki, Bismillahirrahmanirrahim, Yamhullahu ma yeşâ'u və yuthbit və indehu ummul kitab. Allah istədiyini silər, məhv eləyər, aradan aparar, istədiyini isə sabit saxlayar. Kitabın əsli, yəni Ummul Kitab Allahın yanındadır. Bu ayə bizə göstərir ki, Allahın təqdiri bəzi mərhələlərdə dəyişməsi mümkündür. Məsəl üçün, dua ilə Allah Teala'nın bəzən təqdiri dəyişir.
Məsələn, İmam Rıza əleyhissalamın ziyarətnaməsində biz oxuyuruq ki, İlahi, səni azca dua ilə dəyişən qəti qəzana and verirəm. Görün, necə and verir? Azca dua ilə dəyişən qəti qəzana and verirəm. Yəni, deməli, dua ilə Allah Teala'nın bizim üçün təqdir elədiyi şey dəyişə bilər. Və yaxud da sədəqə ilə, tövbə ilə, silə-i rəhimlə, qohumlarla əlaqə ilə Allahın bizim üçün təqdir elədiyi şey dəyişə bilər. Məsəl üçün Qədir gecəsində Allah Teala niyə görə Qədir gecəsi adlanıb? Çünki bizim qədərimiz orada dəyişir, qədərimiz orada bəlli olur. Ona görə deyirlər ki, ihya saxlayın, yəni Qədir gecəsini ihya eləyin, dirilin. Dirilmək, yuxudan oyanmaq, yəni ruhun oyanışıdır əslində o. Yoxsa ancaq oyaq qalıb, təkcə heç bir şey eləmədən ancaq söhbət eləmək yox. İmam Sadiq əleyhissalam buyurur ki, Allahın müqəddəratı, yəni qəzası hər bir halda icra olunacaq. Allah ki, bir şeyi təyin edibsə, bu cür olmalıdır, bu cürdür, olacaq. Hər bir halda icra olunacaq. Buna əsasən, müqəddərata razı olan şəxs savab qazanar. Müqəddəratdan narazı olan şəxs isə Allah Teala savabını aradan atarar. Müqəddərat nə deməkdir? Müqəddərat o şeydir ki, bizim üçün Allah bunu təyin edib. Allah bizim üçün bunu istəyib. Və bəzən də bizim əməllərimizə görə Allah bunu istəyir. Məsəl üçün, bizim hər hansı, məsəl üçün, mənim tutaq ki, övladım olmur. Məsəl üçün, bu Allahın müqəddəratıdır. Allahın müqəddəratıdır ki, Həzrəti İbrahim əleyhissalamın övladı olmayacaq. Müəyyən müddətdən sonra Allah ona övlad verəcək. Allahın bu təqdiridir. Allahın təqdiridir ki, İmam Rıza əleyhissalamın övladı, oğlan övladı gec olacaq, cəmaət çaşqınlığa düşəcək, sonradan oğlan övladı İmam Cavad əleyhissalam dünyaya gələcək. Bu Allahın təqdiridir. Bu təqdirlə mən etdiyim əməlləri həm təsir edə bilərəm, həm də ki, bu şeyləri ona dəyişik salmaq olmaz. Mən namaz qılmayayım, deyim ki, Allahın mənim üçün yazdığı budur ki, mən namazım yox, bu ayrı məsələdir. Bizim başımıza gələn hadisələrdir təqdir məsələsi. Baxın, duada nə deyir? Duada deyir ki, qad cərət məqadirukə aleyyə. Cərət, cərəyan olmaq, cari olmaq sözündən keçir. Yəni, müqəddərat yazılı olan şey deyil təkcə. Müqəddərat cari olan bir şeydir. İnsanın ömrünün əvvəlinin axırına qədər axan bir şeydir. Başlanğıcından sonuna qədər və bəzi şeylər var ki, gizlidir, bəzi şeylər var, aşkardır, bizim xəbərimiz yoxdur. Bəzən, məsəl üçün, biz əlimizi atırıq uşaq kimi stolun üstündən nəsə qaynar bir şeyi götürməyə, Allah Teala valideyn kimi götürür, onu əlimizdən alır, biraz qabağa qoyur ki, götürməyək. Əlimizdən alır. Bəzən isə elə öncədən qabağa qoyub ki, bizim əlimiz ona çatmasın. Bizim əlimiz ona yetişməsin. Bizim bəzən bu şeylərdən xəbərimiz yoxdur. Quran-ı Kərimdə Allah Teala buyurur ki, "Mə əsabə min musibətin fil ard və la fi anfusihim illə fi kitabin min qabli ən nəbrəəhə." Yer üzərində və özünüzdə baş verən heç bir müsibət yoxdur ki, o müsibət yaranmazdan əvvəl biz onu kitabda yazmamış olaq. Sizin başınıza gələn hər bir şey və yer üzərində baş verən hər bir müsibət haqqında biz qeyd eləmişik. Bu qeyd eləməkdə, məsələn, bəzən gəlirlər, dəyişik salırlar. Bir şey Allahın yanında yazılıdırsa, bu bizim eləyəcəyimiz barəsində qəti bir şey deyil ki, biz bunu eləyəcəyik. Bunu yazılıb deyə bunu eləməliyik. Məsəl üçün, mən gələcəm, məsəl üçün, hər hansı bir şəxsi, məsəl üçün, öldürəcəm və yaxud da kiməsə hörmətsiz eləyəcəm. Bu, orada yazılıb deyə mən bunu eləmirəm ki. Mən eləyəcəm deyə bu yazılıb. Yezid gəlib İmam Hüseyin əleyhissalamı şəhid eləyəcək, Allahın təqdirində yazıldığına görə deyil. Olacağına görə Allah Teala yazıb ora. Bunlar fərqli şeylərdir. Bu ayə, oxuduğumuz ayə bizə başa salır ki,
Qorxmaq lazım deyil Allahın təqdirindən. Allahın hikmətinə güvənmək lazımdır. Həzrət Əli əleyhissalam buyurur ki, hər kim Allahın onun üçün təqdir etdiyinin onun əlinə yetişəcəyinə əmin olsa, qəlbi rahatçılıq tapar. Bilsə ki, mənim üçün baş verən hadisə Allah tərəfindəndir, qəlbi rahat. Mənim məsəl üçün hər hansı bir xəstəliyim var. Məsələn, bu yaxında bir nəfər gəlmişdi, bu yaxında dünən idi, səhv eləmirəmsə, bir ana gəlmişdi, axund otağına gəlmişdi, çox narahat idi. Deyir ki, mən bir oğul, 3 dənə övladım var, qızım qan xərçəngidir, Allah şifa versin. Oğlum da yataq xəstəsidir, 30 ildir mən oğluma baxıram. 30 ildir mən oğluma qulluq eləyirəm və narahatçılığım budur ki, mən ölərəm, oğluma kim baxar? Təbii ki, Allah onu yaradıb, Allah onun da qayğısına qalanı tapar, onu yiyəsiz qoymaq, o öz yerində. Mən o anaya bir siz nədir? Dedim ki, namaz qılırsınızmı? Dedi ki, qılmıram. Dedim ki, mən çox istəyərəm ki, siz namaz qılasınız. Ona görə ki, siz çox böyük mükafat əldə edəcəksiniz oğlunuza, xəstəyə baxdığınıza görə çox böyük mükafat əldə edəcəksiniz. Amma namaz qılmadığınıza görə gəlib ilişəcəksiniz. Namaz qılın ki, o mükafatdan siz uzaq düşməyəsiniz. Çünki niyə? Siz birinci onu qəbullamış ki, mənim oğlum xəstədir, mən ona qulluq edirəm. Allahın təqdirinə razısınız deyə, razı olursunuz deyə siz böyük bir savab əldə edəcəksiniz. Amma namaz sizi gəlib ayağınızı ilişəcək, qiyamətdə o tərəfdə sizin halınız yaxşı olur. Amma namazınız olsa, ibadətiniz olsa, sizin halınız yaxşı olacaq. Duanın davamında buyurur ki, ilahi, mənim artımım da, mənə gələn hər hansı bir azlıq da, xeyrim də, zərərim də ilahi sənin əlindədir. Yəni ilahi, sən nə gəlirsə səndən gəlir. Zaten pul qazanmaq ağıl və dərrakənlə olsaydı, hədisdə var ki, dəlilər və heyvanlar az qalardı. Pul qazanmaq təkcə ağılla deyil ki, Allahın ruzisi olmalıdır orada. Allah ruzi vermək sifətini orada görsətməsəydi, ancaq ağılla olsa, ağılla işlətməklə olsaydı, dəlilər onda az qalardı, heyvanlar az qalardı. Ona görə buyurur ki, ilahi, nə az gəlirsə, nə çox gəlirsə, hamısı səndəndir. Quran-ı Kərim buyurur ki, ərəbcəsini oxumuram, çox vaxtınızı aparıram deyəsən, amma istəyirəm tam bunu biraz qəliz bir mövzu olduğuna görə istəyirəm tam belə çatdırım. Başqa bir günə saxlamayaq ki, yarımçıq olanda gərək təzədən biraz geridən gələsən. Allah Teala Quran-ı Kərimdə buyurur ki, əgər Allah sənə bir zərər toxundursa, burada biraz dayanmaq istəyirəm. Zərər toxundursa o deməkdir Allah bizə ziyan vurur. Yox, Allah daha dolğun tərcümə ilə desək, Allah sizi sıxıntıya salsa, sıxıntıya salınmağında da Allahın bir hikməti var. Əgər Allah səni bir sıxıntıya salarsa, bir çətinliyə salarsa, onu Allahdan başqa heç kim qaldıra bilməz. Allah sənə bir xeyir vermək istəsə, onun lütfünü də heç kim qarşısını ala bilməz. Yəni Həzrət Əli əleyhissalamın yuxarıda əvvəldə dediyimiz hədisində deyildiyi kimi, Allah əgər bir şeyi təqdir edibsə, o icra olunacaq, o yerinə yetəcək. Ona görə də bir adama sıxıntı verməksə, onun qarşısını heç kim ala bilməyəcək. Bir adamı xeyir vermək istəsə, onun heç bir qarşısını ala bilməyəcək. Bir adamı yaşatmaq istəsə, o yaşayacaq. Bir adamı öldürmək istəsə, onu heç kim saxlaya bilməyəcək. Bu Allahın təqdiri, dəyişməz təqdiridir. Həzrət Əli əleyhissalam o təqdirlərdən biri də nədir? İnsanın ölümüdür, ömrüdür. Həzrət Əli əleyhissalam buyurur ki, Allahın əcəlləri, yəni ömrün, Allahın təyin etdiyi əcəllər, ömrün müddəti təqdir edilib, müəyyənləşdirilib. Bəzilərini uzun, bəzilərini Allah Teala qısa edib, bir qismini arxaya atıb, bir qismini qabağa salıb. Onların səbəblərini, yəni amillərini ölümə bağlayıb. Əcəlinin sona çatmasının səbəblərini ölümlə, əcəllə bəlli eləyib. Ona görə də insan ölüm haqqında da olanda, mövzu gələndə deməlidir ki, bu ölümün, əcəlin bağlılığı Allaha tərəfdir. O türklərdə gözəl bir söz var, deyir ki, insanı ölümdən əcəli qoruyar.
Əcəl nə deməkdir? Yəni müəyyən müddəti çatmayıbsa, sənin başına nə gəlsə sən ölməyəcəksən. Əcəlin çatmayıbsa ölməyəcəksən. Əcəlin çatmayıbsa, əcəlinin çatmamağı səni ölümdən qoruyacaq. Yəni nə? Allahın təqdiri gəlib səni ölümdən qoruyacaq. Ona görə də ən üstün insanlar kimlərdir? Allahın təqdirinə razı olan kimsələrdir. Başına hər hansı bir müsibət gələndə Allahdan olub onu gözəl şəkildə qəbul edəndir. Həzrəti Musa əleyhissalam kimi yeməyə bir şey tapmayıb, ot yeyib, ot yediyinə görə bədəninin rəngi dəyişərsə belə bu kasıblığa razı olmaqdır. Allahın təqdiri Həzrəti Süleyman qədər vara dövlətə sahib olub, yenə də Allahın razılığından bir kənara addım atmamaqdır Allahın təqdiri. Ona görə də buyurur ki, hər şey sənin təqdirindədir. Allah Teala Quran-ı Kərimdə buyurur, möminlər haqqında yaradılmışın ən üstün olduğunu qeyd edir və onların kimlər olduğunu qeyd eləyərkən deyir ki, radiyallahu anhum və radu an. Onlar Allahdan razı, Allah da onlardan razıdır. Daha doğrusu Allah onlardan razıdır, onlar da Allahdan razıdır. Allahdan razı olmaq imanın ən uca zirvələrindən biridir. Allahın təqdirindən narazı olmaq, elə hər başına bir şey gələndə ancaq deyinmək, şikayət eləmək pis insanların xüsusiyyətidir ki, Həzrət Aleyhisselam buyurur ki, qiyamət günü ən şiddətli əzabı Allahın qəza və qədərinə qəzəblənən və narazılıq edən şəxs görəcək. Ən çətin, ağırlı əzabı onlara nəsib olacaq ki, Allahın təqdirinə qarşı qəzəbləniblər. Bəzi insanlar var, gün çıxır narazı, yağış yağır narazı, buludlu olur narazı, soyuq olur narazı, hər şeydən narazıdır. Hər şeydən narazı. Allahın acığı gəlir belə adamlar, hər şeydən narazı olan şəxslərdən. Ona görə İmam Sadiq əleyhissalam buyurur ki, əgər hər şey qəza və qədərə bağlıdırsa, onda qəm qüssə eləmək nəyə lazımdır? Allahın qəza və qədərinə bağlıdır. Sənin başına nə gəlirsə, görürsən ki, Allahdandır bu. Bunu bu cürlə təsəvvür eləməlisən. Bilməlisən ki, Allah istəyir ki, bu falan şey olmasın. Allah istəyir ki, sənin məsəl üçün övladın olacaq. Övladın olandan sonra xəstələnəcək, dünyasını dəyişəcək. Bu Allahın təqdiridir. Allahın təqdiridir. Ona görə də Allahdan istəyir ki, bizi Allah Teala sevdiyi qullardan qərar versin. Onun təqdirini başa düşənlərdən və təqdirinə razı olan şəxslərdən qərar versin. Biz deyirik ki, ilahi, biz səbəblər aləmində yaşayırıq, amma səbəblərin müsəbbibi, yəni səbəbi sənsən ilahi. Biz çalışırıq, qərarı verən sənsən ilahi. Biz dua edirik, dua ilə yolumuzu açan sənsən ilahi. Biz qəzanı, başımıza gələnləri qəbul edirik, qəlbimizə aramlığı verən sənsən ilahi, ya Rabbəl aləmin. Mən sözümü bir məsələ ilə bitirmək istəyirəm. Düşünürəm ki, sizə də maraqlı olan bir hadisə olur. Bu yaxında yadınızdadırsa, sizə bir şəxs haqqında mən dua eləməyi xahiş eləmişdim və hadisəni də danışmışdım ki, bizim bir tanışımız var, neçə illərdə övladı olmurdu. Bir 10 ilə yaxın övladı olmurdu. 10 ildən sonra təxminən bunun övladı dünyaya gəldi. Övladı dünyaya gələndən sonra həyat yoldaşı, yəni ana, xərçəng xəstəliyinə tutuldu. Və çox ağırlı günlər, imtihandır da, Allahın qədəridir, təqdiridir. Ona görə bunu da misal olaraq deyirəm. Xərçəng xəstəliyinə tutuldu, kimyaterapiya verdilər, bütün saçı, qaşı, kipriyinə kimi hamısı töküldü. Amma hər kəs dua eləyirdi onlar üçün. Ona görə deyirək, ilahi sən elə bir Allahsan ki, azca duandan qəti qərarların dəyişir. Buna bəda deyirlər kəlam elmində. Burada da dua eləmişdik, sizlər də amin demişdiniz. Amma keçən dəfə xəbər gəldi ki, şükür olsun Allaha, o xanım şəfa tapıb, sağalıb, həmd olsun Allaha. Həqiqətən, yəni çox burada dəfələrlə böyüklərimiz, Hacıgil, hamısı dəfələrlə qeyd eləmişsiniz ki,
Burada bu məscid elə bir məsciddir ki, insanların hacətləri qəbul olur, duaları qəbul olur və həmd olsun Allaha, həmd olsun Allaha ki, o bacımız da şifa tapıb, şükür olsun Allaha, tam o dərəcə düşüb aşağı, bir əməliyyatdan sonra tam hər şey təmizlənib, həmd olsun Allaha. Allahın onları təqdirin dəyişməsi də Allahdandır. Onların qəbullanmağı da onların imtahandan üzə açılmasıdır. Ola bilər biraz uzun oldu, üzürü sayasız. Allah Teala hər birimizdən razı olsun və bizi də Allahdan razı olan şəxslərdən qərar versin inşallah.